Sabahınız xeyirli olsun. Bəli, sizin də qeyd etdiyiniz kimi təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı, o cümlədən Aray Karutunyan, Bako Sakyan, Arkadi Qukasyan, David Babayan və digərlərinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bir neçə dəqiqədən sonra məhkəmənin növbəti baxış iclası keçiriləcək. Görüntülərdən də göründüyü kimi artıq təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı məhkəmə binasına gətirilib. Bir neçə dəqiqədən sonra onlar məhkəmənin iclas salonuna daxil olacaqlar. Məhkəmə prosesində çox saylı zərər çəkənlər də iştirak edir. Bir qədər öncə onlar da məhkəmə binasına daxil oldular. Hazırki mərhələdə məhkəmənin növbəti baxış iclasında Ermənistan Azərbaycana qarşı apardığı bu təcavüzkar müharibə nəticəsində mülki vətəndaşlara qarşı törədilmiş terror aktları fəsli üzrə araşdırmalar aparılır. 2016-cı ildə tarixə düşən aprel döyüşləri kimi, 2020-ci ilin iyulunda isə Tovuz döyüşləri kimi düşən hadisələr zamanı törədilmiş cinayət faktları məhkəmə prosesində araşdırılır. Qeyd edək ki, cinayət işi üzrə çox saylı subutlar, sənədlər, faktlar var. Onlar da məhkəmə prosesində tədqiq edilirlər. Çox saylı fotomateriallar, video materiallar nümayiş etdirilir. Təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsi çox saylı maddələri, o cümlədən sülh və insanlıq əleyhinə cinayətlər, bəşəriyyət əleyhinə cinayətlər, deportasiya, soyqırımı, terrorçuluğun maliyyələşdirilməsi cinayətləri ilə ittiham olunurlar. Məhkəmə prosesində təqsirləndirilən şəxslərin hər birində 2 müdafiəçi ayrılıb. Eyni zamanda bir xatırlatma da aparaq ki, onlara rus və erməni dilində tərcüməçi ayrılıb. Onlar fikirlərini, ifadələrini sərbəst şəkildə məhkəmədə ifadə edirlər. Dövlət ittihamçılarının suallarını cavablandırırlar. Məhkəmə prosesi açıq keçirilir. Media nümayəndələri də prosesdə iştirak edirlər və biz ASTV komandası olaraq mütəmadi olaraq məlumatları çatdırırıq. Bugün də bizim xəbərlərin növbəti buraxılışında daha geniş məlumatlar tamaşaçılara da çatdırmağa çalışacaq deyirik. Sözü yenidən mərkəzə, studiya ötürürük.